Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz coğrafiya fənnindən yerin forma və ölçüləri haqqında olacaq. Videonun izahına keçməzdən öncə zəhmət olmasa videonu bəyənib kanala abunə olun. Yerin forması haqqında ilk fərziyyələr bizim eramızdan əvvəl yaşamış qədim xalqlara, Babillilərə, Şumerlərə və digər başqa xalqlara məxsusdur. Həmin qədim xalqlar yeri müxtəlif formada təsvir edirdilər. Yerin düz, hamar, oval formada olduğu fikrini söyləyirdilər. Ümumiyyətlə isə biz qeyd edirik, yerin forması haqda ilk təsəvvürlər onu müstəvi şəklində təsvir edir. Bizim eradan əvvəl 8-ci əsrdə yaşamış Homer yerin hamar formada olduğunu qeyd edirdi. Herodot isə oval formada olması fikrini söyləmişdir. Yerin kürə forması haqda ən qədim fikir isə Pifaqora məxsusdur. Pifaqorun fikrincə təbiətdə hər şey harmonik, mükəmməl və gözəl olduğu kimi, yer də həndəsi cisimlərin ən mükəmməli olan kürəyə bənzəməlidir. Pifaqor bu fikirləri irəli sürsə də bunu isbat edə bilməmişdir. Pifaqordan sonra yaşamış Aristotel isə ay tutulmaları əsasında yerin kürə forması haqqında qəti fikir söyləmişdir. Eratosfen isə günəş şüalarının düşmə bucağına əsasən yerin kürə formasında olmasını qeyd etməklə yanaşı, ilk dəfə olaraq onun ölçülərini və xüsusilə qeyd olunmalıdır ki, həqiqətə ən yaxın hesablamışdır. Eratosfen zamanında yaşadığı İskəndəriyyə şəhəri ilə Siyena şəhəri arasında olan günəşin düşmə bucağına əsasən yerin ölçülərini hesablamışdır. Qədim xalqlar bu zamanlar mövcud olan, deməli, qədim dövrlərdə mövcud olan qədim Hindistanda, qədim Çində, Misirdə, Yunanistanda və digər ərazilərdə yerin formasına dair fikirlər söylənilirdi. Qədim Yunanlılar isə yerin kürə şəklində olduğunu güman edirdilər və müxtəlif xüsusiyyətlərə əsasən, məsələn, ay batanda yerin ay üzərində düşən kölgəsinə, dağa qalxdıqca üfüq dairəsinin genişlənməsinə, gəmilərin üfüq dairəsində itməsinə misal olaraq yerin kürə şəklində olduğunu güman edirdilər. İngilis fiziki Isaac Newton isə yerin qütblərdən basıq, yəni ellipsoid formasında olduğunu söyləmişdir. Qütblərdən basıq olduğu üçün yer müxtəlif radiuslara malik olur, yəni qütb radiusu, ekvatorial radiusu müxtəlif olur və bu xüsusiyyəti onu deməli, kürədən fərqləndirir. Formasına görə heç bir həndəsi fiqura tam uyğun gəlmədiyi üçün yeri bəzən geoid də adlandırırlar. Geoid sözü Yunancadan tərcümədə yerə bənzər adlandırılır. Geoid dəniz səviyyəsinə uyğun gələn xəyali səthdir. Geoidin səthində yerin relyefi nəzərə alınmır. Yer fiziki formaya malikdir, biz bilirik, səthi hamardır və burada okean çökəklikləri, materik çıxıntıları, onların üzərində isə dağlar və düzənliklər yerləşir. Şəkildə gördüyünüz kimi geoid bu formaya uyğun gəlir. Kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, yerin şimal qütb sahəsi cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır. Bu səbəbdən yer ürəyə oxşadığı üçün onu kardioid də adlandırırlar. Burada isə yer kürəsinin müxtəlif formalarının müqayisəsi təqdim olunur sizlərə. Yerin fiziki forması, yerin səthi, geoid forması və ellipsoid forması müqayisəli şəkildə qeyd olunmuşdur. 1940-cı ildə Rus alimlər, indi isə biz qeyd etməliyik yerin ölçüləri haqqında konkret ölçüləri. 1940-cı ildə Rus alimləri olan Feodosij Krasovski və Aleksandr Izotov tərəfindən müəyyən edilmiş ölçülər bir sıra ölkələrdə. Həmçinin həmin zamanda SSR-nin müstəmləkəsi olan Azərbaycanda da digər ölkələr kimi bu ölçülər qəbul olunmuşdur. Krasovski və Izotov Rus alimləri idi, təbii ki. Gəlin bu ölçülərə biz diqqət yetirək. Yerin ümumi sahəsinin 510 milyon kilometr kvadrat olduğu, quru səthinin sahəsinin isə
ümumi sahəsinin 29%, yəni 149 milyon kilometr kvadrat, su səthinin sahəsinin isə 71%, yəni 361 milyon kilometr kvadrat olduğu qeyd olunurdu. Ekvatorial radius 6378 kilometr, qütb radiusu isə 6357 kilometrə bərabərdir. Və bunların arasında olan fərq, yəni 21 kilometr isə nə olacaq? Yerin qütblərdən basıqlığı. Həmçinin yerin orta radiusu 6371 kilometr, yerin diametri 12756 kilometr, ekvator çevrəsinin uzunluğu 40076 kilometr, meridian çevrəsinin uzunluğu 40009 kilometr. Həmçinin yer səthinin xəyali oxunun orbit müstəvisinə meylliliyi isə 66,5 dərəcə hesab edilir. Dərsimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.